kısa müddet ərzində akademiyada Qərbi Azərbaycanla bağlı ilk kitaplar dəsti müxtəlif mövzularda çap olmuştur ve ilk sertifikatlar tamamlanmak üzeredir. Bu istikamette iş devam ediyor. Onların içerisinde ben İrəvan şəhəri necə varsa adlı fundamental kitabın onun təqdimatını, aynı zamanda Qərbi Azərbaycan Atlas, Dialektoloji Atlası adlı büyük bir atlasın çapa hazırlanmakta olduğunu ayrıca qeyd etmək istəyirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Qərbi Azərbaycanla bağlı Azərbaycan Milli Elmlər Akademiyasında 2 cilddən ibarət olan ensiklopediya çapa hazırlanma prosesindedir. Artık hemen ensiklopediyanın sözlüğünün müəyyən edilmesi üzerinde iş başa çatmıştır. Metinlerinin yazılması istikametinde alimlerimiz işi devam ettirirler.